yoxsa qardaşım? Bu nə paltar deyim? Sən mənə baxma da sən soyuq sən. Qardaş nə qədər söz soruşam da, inansa istidən ölürəm. Burada hovuzda harda var. Lomayın sanbarı var. Qardaş, deyirəm mən sənə zarafat eləmədim, istidən ölürəm. Bir yerdə məncə bu nə deyə geymisən? Sən şalalarsan. Məzələnsin soyuqdan duran haqqı əllərini qıpqırmızı olur. Böyle soyuqdan. Soyğundur. Və sən mənə sual ver ki, necə olursan belə rahat fırlansan? Sən bizə həqiqətən fırlansan belə. Gəl dalımca. Ay yazıq, ay yazıq. Əvvəl sən sual verin. Oval balından dadmısan? Eşitmişəm dadım. Sən balığı burada düzələməmsən. Qardaşım, nəinki belə? Hə, baxın qardaşım, balın sənin bu nəzik yeməndə nə dəxli var? Balın mən nəzik geyməyimə nə dəxli var? Qardaşım, nəinki nəzik geymə? Bu neçə dəfə qrip olmusan? İşte bu indi ikinci dəfədir. Bu üçüncü dəfədir. Qardaşım, mən axır dəfə qrip olduğum heç yadıma gəlmir. Qardaşım, min bir dərdin dərmanı. Ay Allah, sən bunu sözlə ifadə edə bilmirəm. Sən bundan bir qaşı dadmalısan buna. Ona bax. Ölürəm, heç də. Bir də köynəyi çıxardım. Ya da yoxa çıxardım. Buna bax. Bu qardaşım, bu bambaşqa bir şeydir. Yəni sən ola bilər bal yemisən, amma bu bal deyil. Nə baldır? Hə qardaşım, bu ovala balıdır. Hansı ovala balı? Bu dəqiqə Google-da, TikTok-da, bütün sosial şəbəkələrdə ovala balı yazan kimi bunun bütün tərkibi, necə hazırlanır, harda hazırlanır, hər yerdə. Özü ovala balı dağda, soyuq yerdə hazırlanır. Deyim ki, isti yerdə hazırlanır, xeyr. Sırf orijinal balıdır. Sən nə danışırsan? Nətər yəni dadmamısan? Bir dənə bundan dadı Sən deyil. Bu belə mənim ürəksizə ki, ürəyinə kəsə verim, sən olsun sənin. Çox biraz yarısını verərsən də Mən sən bu yarısını verəcəm. Mən Mən bu yarısını sən verəcəm. Amma sən də hara gedib çatdınsa, deyirsən ki, bu ayın sonuna qədər 1 kilo balana 2 kilo astara mandalini məndən hədiyyə. Sən adın ver. Mənim adımdan. Demək ki, ağanın adından, qardaş, kim bal aldısa 1 kilo balana 2 kilo mandalini hədiyyə. Sonra düşürsən. Gələ bal yemək.